Mən Yeni Bakış İctimai Nəzarət və Nəzarət TV Respublika rəhbəri cənab prezidentin çağırışına yaranmış təşkilatın və Nəzarət TV-nin, Yeni İctimai Nəzarət TV-nin həm təsisçi və sədri olaraq gözəl İraqdan gəlmiş dəyərli qardaşlarımızla tanış oldum və çox şükür olsun ki, belə dəyərli insanlarla Allah can sağlığı versin. Bayram Aşıqlıya apardı, tanış etdi və çox dəyərli professorumuz, ədəbiyyat alimi, dəyərli qardaşımız Fərrux Körklü ilə də orada tanış oldum və bu qardaşları mən istədim ki, o yerdə olan Azərilərlə, müsəlman qardaşlarımızla o yerdə olan Azəri, müsəlman qardaşlığı köprüsü yaradaq. O yüzden də dəyərli professorumuza və dəyərli avukatımıza mən bizim təşkilatın və TRB-nin İraq təmsilçiliyini verdim. Fərrux Körklü qardaşıma mən Türk və Turan elinin İraqda təmsilçiliyini verdim və mən inanıram ki, dəyərli alim qardaşım, savadlı bir ziyalı, oradan bu üzə böyük bir körpü yaratmış, yaratmakta olan, her zaman Azərbaycan üçün ürəyi döyünən bir dəyərli bir qardaşımızdır. Sağ olun, teşekkür ederim. Əgər Azərbaycan üçün ürəyi döyünən bir dəyərli qardaş varsa, biz onu niyə görevləndirməyək? Boynuna qardaşlıq yükünü niyə yükləməyək? Əlbəttə yükləməliyik. Tabii ki. Mən çox sevindim sizi tanımağıma. Biz də sevindik, biz də xoşbəxt. Mən xoşbəxtəm ki, sizi kimi dəyərli qardaşlarım var. Teşekkür ederim. Mən inanıram ki, bu siz dediyiniz kimi 3 milyon, 5 milyon olacaq. Allah'ın köməkliyi ilə. Mən sizi təbrik edirəm. Sağ ol. Teşekkür ederim. Çok sevindim. İcazənizlə bir dövüş nişanı da sizə təltif edin. Allah var etsin sizləri. Siz bizim qardaşımızsınız orada. Və bilin ki, Azərbaycanda da sizin elə bir ailəniz var. İctimai İnşallah, inşallah, inşallah. Ailəsi var. İnşallah. Bizim hər rayonlarda təmsilçilərimiz var. İnşallah. Hamısı sizin qardaşlarınızdır. İnşallah. Sağ ol. Sağ ol. Zaten biz Türkmeneli derken Irak'ın aydın yüzü, milleti kültürlü, ziyalı, tarihe sahip olan bir milletiz ve her zaman da Azerbaycan'la Türkmeneli kardeştiler. Kardeştiler. Vafadarlıkta, kahramanlıkta, şehit vermekte, bir de azadlıkta da kardeştiler. Kardeş geldiler, kardeş edecek. Biz bugün bu vafadarlık nişanasını, kültür nişanasını köksümüze diktiğimizde biz de bir büyük yükü taşıyacağız zaten sırtımızda dediğinize göre. İnşallah o görev kadarı olacağız. O görev kadarı olacağız. Sizden çok teşekkür ederiz. Biz bugün İctimai Nəzarət televizyonundayıq ve sizi de her zaman bekler Türkmen elinde. Siz bizden bir parça, biz sizden bir parça, hiçbir farkımız yoktu. İnşallah gelecek günlerde biz sizinle bir köprü olacağız. Allah'ın izniyle. Gelişte olacaktır. Teşekkür ederim sizden. Bütün oturanlardan, burada idare heyetinden de teşekkür ederim. Çok sağ olun, var olun. Ben çok sevindim. Sağ ol. Ben inanıram ki, Türkmen elinde ne kadar ev varsa, hamısı benim kardeşlerimin evi ve benim evim. Azerbaycan'da da ne kadar Azeri halkı var, hamısı sizin kardeşleriniz, bacılarınız ve sizin eviniz. Çok sağ ol, çok hoşbəxt oldum, sağ olasınız. Minnettarım, minnettarım. Bu xoşbəxtliyi Bayram Aşıqlıya borçluyam. Sağ ol. Bayram Aşıqlı məni apardı, orada sizlə tanış oldum. Teşekkür ederim, teşekkür Ben bir ederim. sağlam iki kardeş kazandığım için ben değerli kardeşime minnettarım. Teşekkür ederim, sağ olun, sağ olun.